Match the nouns with their definitions. İsimləri onların mənaları ilə uyğunlaşdırın. 1. A knife, bıçaq. 2. A fork, çəngəl. 3. A spoon, qaşıq. A bəndi. An object which has a small bowl-shaped part and a long handle that you use for eating, cooking or serving food. O əşya ki, onun kiçik ölçülü, kasa formalı bir hissəsi vardır, uzun dəstəyə malikdir və biz ondan yeyərkən, bişirərkən və ya ərzaq qida xidməti göstərərkən istifadə edirik. Təbii ki, bu üçüncü cavaba uyğundur, yəni spoon, qaşıq sözünün izahatıdır. B. A metal blade fixed into a handle used for cutting or as a weapon. Metal ülgüc, hansı ki dəstəyə bərkidilmişdir və biz ondan kəsmək üçün və ya silah olaraq istifadə edə bilərik. Bu, təbii ki, birinci cavabda olan knife, bıçaq sözünün izahatıdır. A tool that you use for picking up and eating food with a handle and 3 or 4 points. O alət ki, biz ondan neysə qaldırmaq üçün və ya ərzaqı yemək üçün istifadə edirik. Onun dəstəyi vardır, 3-4 dişi vardır ki, bu təbii ki, ikinci cavabda olan fork sözünün, yəni çəngəl sözünün izahatıdır. Ona görə 1 B, 2 C və 3 A'dır. Doğru cavabımız oldu D bəndi.